Salam əziz izləyicilər. Biz bugün sizinlə bərabər müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarına hazırlaşanlar üçün nəşr olunmuş Elm nəşriyyatından mürəkkəb cümlə bölməsinə aid bir test nümunəsi ilə tanış olaq. Nümunələri müqayisə edərək fərqli cəhətləri seçmək tələb olunur. Ona görə də biz hər iki cümlədə oxşar cəhətləri yox, fərqli xüsusiyyətləri seçib doğru cavabı tapmalıyıq. Yenə də kəndə gələ biləcəkmi? Onu görmək mənə qismət olacaqmı? 1000 il yola baxdı qulağı səsdə, ancaq dəyişmədi ömrün mənası. Birinci bəndə baxaq. Biz bilirik ki, mürəkkəb cümlələr bir-birlərinə həm intonasiya ilə, həm də bağlayıcılar vasitəsilə bağlanır və biz bilirik ki, mürəkkəb cümlələr iki yerə bölünür, tabeli və tabesiz. Əgər cümlələr bərabər hüquqla bağlanıblarsa, burada olan cümlələr tabesiz cümlələr sayılır və biri digərini izah eləyirsə, belə cümlələr isə tabeli mürəkkəb cümlədir. Bəndlərin birincisində ədad bağlayıcı vasitəsidir. Biz birinci cümləyə diqqət edək, biləcəkmi? Burada ədad bağlayıcı vasitə deyil. Sadəcə sözün təsir gücünü qaldırmaq üçün verilən bir ədaddır və sual ədatıdır. Cümlənin sonunda da elə qoyulan sual işarəsi bunu tam təsdiq eləyir. Deməli, ikinci cümləyə baxırıq. 1000 il yola baxdı qulağı səsdə, ancaq dəyişmədi ömrün mənası. Deməli, birinci cümlə bağlayıcı ilə bağlanmadığından ikinci cümləyə diqqət eləyək. İkinci cümlə, bəli, bağlayıcı ilə bağlanmışdır və qarşılaşdırma məzmununu ifadə edən bir cümlədir. Ona görə də birinci bəndi biz fərqli cəhət kimi götürə bilmərik, çünki bunların heç birində ədadla bağlayıcı vasitə yoxdur. Bizə lazımdır biri digərindən fərqli olsun. Bağlayıcı vasitəsidir. İkinci cümlədə ancaq bağlayıcısı həm qarşılaşdırma məzmununu verib, həm də ancaq bağlayıcısı işlənib. Ona görə də birinci cümlədə isə intonasiya ilə bağlandığına görə bağlayıcı işlənməyib. Fərqli xüsusiyyət bizdən tələb olunduğuna görə ikinci bəndi götürmüş oluruq. Tabesiz mürəkkəb cümlənin tərəfləri yalnız intonasiya ilə bağlanıb. Bəli, elə üçüncü bənddə də təsdiq olunur ki, cümlələr tabesizdir. Bu da bizim diqqətimizə çox asanlıqla verilib. Yəni, diqqətli olsaq bunu buradan anlaya bilərik. Amma cümlələrin biri intonasiya ilə, digəri bağlayıcı ilə bağlanıb. Bu da fərqli xüsusiyyətdir. Üçüncü bəndi də doğru hesab eləyək. Cümlədə hadisələr eyni zamanda baş verir. Bəli, birinci cümlədə hadisələr eyni zamanda baş verdiyindən, ikinci cümlədə isə hadisələr qarşılaşdırdığından burada fərqli məqam ortaya çıxır. Doğru cavab B variantıdır. Diqqətinizə görə təşəkkür edirik.